qutuda, 361 qutuda, 691, 912, hətta 10, yəni 1 yaşından sonra da bəzi paltarları var. Mən paltarlar bir-birinə qarışmasın deyə 0-3 ayları bir yudum qurutdum, ütülədim, yerləşdirdim. 3-6-nı da, 6-9-u da hal-hazırda 9-12 aylığın paltarları qalıb. Hələ ki onları eləməmişəm. Həmin kadrları da çəkmişəm. Sadəcə onları bu videoda yox, bundan sonra yükləyəcəyim videoda yerləşdirəcəm ki, həm video çox uzun olmasın, siz sığmayasınız. Burada sadəcə 0-3 aylıq paltarları göstərəcəm. Ondan sonraki paltarların heç birini çəkməmişəm. İnşallah ki, dolabına yerləşdirəndən sonra orada göstərərəm sizə paltarların. Mən özüm hər hansı bir tövsiyə verə bilmərəm ki, nədən nə qədər almalısınız. Yəni yeni ana olacaq xanımlara. Çünki mən özüm də dəqiqliyini bilmirəm. Mən də elə orada, burada, o videodan, bu videodan baxıb demişəm. Onu bəlkə mən yəqin ki, uşağı geyindirəndən sonra deyə bilərəm ki, nədən nə qədər almaq lazımdır. Bəzi videolar var ki, orada xanımlar deyir ki, 0 aylıq, yəni 1 aylıq paltarları almayın. Amma bəzi həkimlər və bəzi videodakı xanımlar deyir ki, yeni doğulmuş uşaqlara sırf 0-1 aylıq paltarlar alınmalıdır ki, uşağın əynində çox böyük olmasın. Çünki çox böyük geyimlər uşağı istidən qorumur. Buna görə də biz 0-1 aylıq paltarlardan da bir qədər almışıq. Mənim də xoşuma gəlir ki, uşağın əyninə paltar tam otursun. Böyük olanda uşaq çox belə cılız görsənir. Mən bütün paltarların hamısının birdən etiketlərini kəsib, yuyub, ütüləyə də bilərdim. Sadəcə elə bilirdim ki, yəni qarışacaq ölçülər bir-birinə. Ona görə də ən yaxşısı ay-ba-ay bölməkdir. 0-3 ayı bir etiketlərini kəsib, yuyub, ütüləyib, yerləşdirmək daha rahatdır. Nəinki bütün ölçüləri birdən. Mən çünki görmüşəm, videolarda bəzi xanımlar elə edir. Onda da qarışıq olur. Otaq turu videosu gələcək. Otağına mebel düzəltdirmişik. Həm dolab, həm bələmə masası, həm yatağı, həm elektron yatağı. Bunlar hamısı var. İnşallah ki, otağı tam içərisini, yəni dolabların içərisini mən doldurandan sonra bir dənə də ümumi otaq turu videosu çəkəcəm. Dolabı yekə olduğuna görə mən bütün paltarlarını demək olar ki, çox açıq, belə rahat vitrin formasına düzəltmişəm. Yəni qatdalama formam belə klassik hamıdakı kimi deyil. Daha rahat, daha sərbəst formadadır. Onu da